Salam, hər vaxtınız xeyir. Findin Akademiyada növbəti podkast çəkilişindəyik. Bugünkü mövzumuz front-end development, ümumiyyətlə full stack development, back-end, front-end, database və bunların içində front-endin rolunu müzakirə eləyəcəyik. Qonağım isə dostum Nazimdir. Nazimi hardasa bir 3 ildir tanıyıram, səhv etmirəmsə, biraz daha çox, hə. Yəni bir yerdə kod yazmışıq və kod yazdığım adamla daha rahat ünsiyyət qura bildiyimə görə ümid edirəm çox gözəl podkastımız olacaq. Nazim, birinci özünü təqdim elə. Sonra experience-ından danış, nə vaxt başlamısan, söz səndədir. Salam hamıya. Mən Nazim Musayev. Hardasa təxminən 5 ildən çoxdur ki, bu sahədəyəm. Öyrənmə mərhələsində sayıram burada. Öyrənmə mərhələsindən çıxmaqla 4 ildən çoxdur ki, həm web, həm də mobil olmaqla front-end developer olaraq işləyirəm. Belə yəni çox qısa olaraq. Mən bildiyim qədərilə sən IT sahəsində təhsil almamısan. Yəni əslində ixtisasın informasiya texnologiyaları deyil. Yox, mən tamam fərqli bir sahə üzrə təhsil almışam. Əslində həmin sahə üzrə demək olar ki, yəni heç bir biliklərə də sahib deyiləm. İqtisadiyyat qurtarmışdın, səhv etmirəmsə. Elədir. Yəni məndə belə olmuşdu ki, yəni bitirdim universiteti, sonrasında hərbi xidmətdən qayıtdıqdan sonra başladım öz sahəm üzrə bir iş axtarmağa. CV-lər göndərirdim banklara, şirkətlərə və s. Və sonda bir bank çağırmışdı. Deməli, məntiqi və riyazi bir neçə suallar və s. vermişdilər. Həmin mərhələni keçmişdim. Sondakı mərhələdə amma qəbul olmadım. Burada yəni məndə belə bir fikir yarandı ki, yəni mənim hər hansısa bir işə, birinə banka, şirkətə, yəni və çox da fərqi yoxdur. Öz sahəm üzrə çalışmaq üçün, yəni sözsüz ki, burada day faktoru da var, indi yoxdur. Yəni təcrübən də olmalıdır. Ona görə həm təcrübə, həm də ki, yəni sənin kimi saysız hesabsız gənc vardı. Yəni bunlardan necəsə fərqlənmək lazımdır. Başladım bir neçə, yəni ümumiyyətlə bank işçisi nə iş görür, hansı proqramlarla işləyir və s. bunları öyrənməyə. Oradan təxminən belə bir HTML videosu çıxdı qabağıma. Təsadüf deyək. Yəni tam təsadüf. Yəni belə heç bir fikrim yox idi bu sahə ilə bağlı. Ümumiyyətlə belə bir məqsədim də yox idi. Sadəcə maraq üçün baxdım ki, yəni bu nədir ümumiyyətlə. Yəni demək olar ki, sıfırdan başladım. Yəni başlayana qədər mənim bu sahə üzrə biliklərim, yəni gündəlik sıravi bir insanın bildiyi şeylər. Bildiyimə görə sən heç bir kursa da getməmisən. Yox, heç bir kursa da getmədim. Həmin ərəfədə ingilis dilində elə də güclü olmuyor. İngilis dilim də çox güclü deyil. Belə deyim də, yəni həmin dövrə qədər çox xarici seriallara, filmlərə və s. baxırdım. Yəni sadəcə oradan bildiyim söz yığınından ibarət idi. Yəni ki, çoxlu söz bilirəm, amma bunları bir cümlə halında istifadə etmək. Yox, söz bilməkdən əlavə məsələn, ingilis dilin biraz olanda sən öz ixtisasın üzrə nə isə oxuyanda nisbətən tez mənimsəyirsən. Məsələn, sən iqtisadiyyat üzrə ingiliscə nəsə oxusaydın, sənə daha rahat olardı. Çünki ən azından heç olmasa Azərbaycan dilində söz bazan var. Bu ixtisasın söz bazası səndə var. Əslində belə deyim də, yəni indi bayaq dedim ki, çox şeylərə, xarici filmlərə, seriallara baxırdım. Mən texniki sənədlərə başladım oxumağa. Yəni gördüm ki, əslində mən ingilis dilini demək olar ki, heç bilmirəm də. Yəni hər bir ixtisas da elədir əslində. Hər bir ixtisasın özünün ingiliscəsi var yəni. Elədir. Yəni həmin dövrdə də ingilis dilimlə, yəni çox getdi qabağa deyə bilərəm, yəni həmin dövrdə öyrənmə mərhələsində. Okey. Ümumiyyətlə belə bir məqsədim yox idi ki, öyrənəcəm, developer olacam və s. Sadəcə yəni mənə həmin müddətdə lazım olan bir şey bu idi ki, yəni hər hansısa bir sahəni bilim, hardasa bir işə girim. Məsələn, həmin vaxt mən bayaq dediyim, deməli vakansiya bankda kasser vakansiyası idi. Orada da verilən maaş həmin vaxtlar təxminən 600-700 belə bir şey idi.
Okay, sonra başladım maraqlanmağa, front-end development nədir, back-end development nədir və s. və s. Sən niyə front-endi seçdin orada? Elə sözümü buna gətirirəm. Yəni çox görürdüm ki, front-end öyrənmək, back-end öyrənməkdən vaxt olaraq daha az vaxt lazımdır front-end developmenti öyrənməyə. Çünki yəni həmin vaxtlarda çoxu məsələn gördüm ki, front-end development üçün 6 ayda öyrənmək olar, 8 ayda öyrənmək olar, 1 ildə öyrənmək olar. Məsələn, mən çalışdım həmin müddəti maksimumu çox tutum, daha çox şeylər öyrənim, daha çox biliklərə sahib olum. Ona görə həmin müddəti 1 il tutmuşdum özüm üçün. Yəni sən ona kimi heç bir kod experience-ında yox idi elə yəni. Yox. Yəni tutaq ki, belə deyək də, if şərtinin nə olduğunu belə bilmirdin. Yox, heç bir şey bilmirdim. Ümumiyyətlə yəni sayt necə işləyir və s. yəni bunları da bilmirdim. Hə. Ya nəyə görə deyirəm? Məsələn, mən hələ də fikirləşirəm ki, indi front-endi tam bilmirəm, mən özüm full stack düzdə işləmişəm. Front-end ancaq framework səviyyəsində. Yəni JavaScript frameworkları maraqlı olub öyrənmişəm. Mənə elə gəlir ki, orada da heç də az vaxt lazım deyil. Yəni adicə JavaScript mən ən çox sevdiyim dillərdən biridir. Nisbətən qarışıq kimi görünsə də, amma mən çox xoşlayıram və asan dil deyil. Yəni bəlkə də 6 ay öyrəniləcək bir dil deyil. Onun bir neçə kitabı var elə 1300-1500 səhifəlik. O kitabları oxuyub, bitirib. Yəni JavaScript düzdür. Mən təxmin edirəm sən nə demək istəyirsən. Yəni tutaq ki, bir sayt yazmağa başlamaqla hər hansı bir şeyi daha dəqiq bilmək arasında fərq var. Çox fərq. Hə, məsələn, yəqin sən o mənada deyirsən ki, yəni sən 6 ayda başlayıb bir sayt yaza bilərsən. İşləyəcək o. Elədir. Amma yəni onu bir təkmilləşdirmək və s. JavaScript-i dərindən öyrənmək və s. yəni vaxt aparan bir şeydir mənə gəlir. Sözsüz elədir. Hətta nəinki 1 il, yəni 1 ildən sonra, yəni mən hələ də yəni JavaScript-i tam super bilirəm, heç vaxt demirəm. JavaScript bilirəm, JavaScript-lə işləyə bilirəm, JavaScript-in frameworkları üzrə işləyə bilirəm. Amma yəni super bilmək, biraz JavaScript-i bilmək, mən və tam səmimiyyətlə deyə bilmərəm ki, mən JavaScript-i tam bilirəm, full. Ümumiyyətlə, yəni mən bunu da sonradan gördüm. Yəni heç vaxt hər şeyi tam bilmək olmur. Yəni həmişə nə isə öyrənmək lazım olur hər hansısa bir mərhələdə. Ümumiyyətlə birdən qarşına elə şeylər çıxır ki, ümumiyyətlə bu sənə heç vaxt lazım olmayıb indiyə kimi. Bunun mövzuluğundan sən indi xəbər tutursan ki, belə yaşamışam. Özü də tərslikdən intervyuda yaşamışam. İntervyuda məndən soruşublar, mən o dövrə qədər, o saniyəyə qədər, o vaxtda heç bir şey eşitməmişəm. Halbuki tutaq ki, mənim 5 il təcrübəm var. Çıxmayıb qabağıma. Mənə ehtiyacım da olmayıb. Bir şey, bir var ki, özün əlavə oturub oxuyursan, bəlkə də oxumusan ya da oxumuşam, amma yadında qalmır onun. Sən məcbursan ki, o nəsə bir iş görəsən, ondan ki, otursun ora. Mən bundan işləmişəm, amma burada o deməkdir. Amma intervyuda sual verirlər mənə, özün pis seyirsən. Deyirsən ki, mən bu qədər təcrübəm var. Mən amma bunu bilmirəm. Ona görə adətən intervyuya gedən tələbələrdə də deyirəm ki, yəni intervyu bir lotereya kimi bir şeydir. Çalışma hər şeyi gözəl bilməyə. Yəni elementar biz olub da məsələn sən də Azərbaycanda intervyuda, mən də olmuşam. İntervyuda görsən ki, yaxşı cavab verə bilmirsən. Halın olmur və s. və yaxud da elə bir suallar verirlər ki, yəni sənə heç vaxt lazım olmur da o. Amma o adam üçün niyəsə dəyərlidir. Slavyanların bələdiyyə birinci yürüşünə vaxt olub, çox vaxt belə. Yəni o tipdə suallar da, hə. Məsələn, bəzi mən də front-end developer intervyularına girmişəm. Adətən onların nədə yaxşı olmadıqlarını bilirəm. Özümü sübut eləmək üçün yox. Prosta mənə elə gəlir ki, front-end onu bilməlidir. Məsələn, ən çox xoşladığım suallardan biri bu front-enddə brauzerdə işləyəndə, o inspector networkdə görürlər də, hər hansı bir request getməmişdən qabaq bir HTTP options request gedir. Həmişə soruşuram ki, bu HTTP options nəyə lazımdır? Yəni 100% onu görür orada. O onu hər gün görür orada, açır baxır da. Məsələn, sual verən ki, o options request gedir də, sənin bir get requestindən qabaq, bir post requestindən qabaq orada siyahıda bir HTTP options da görürsən. Elə kliki vursan ki, nə head şeyi var, nə bir şey bilmirəm. Getdi, qayıtdı, 200 qayıtdı. Niyə var? Sualını verirəm məsələn. Bu nə üçündür? Əslən basic network şeydə təhsili lazımdır bunu cavab verməyə və o front-end developer çox da lazım deyil. Yəni bu dəqiqə get soruş kimdənsə bilməyəcəklər böyük ehtimalla. Və onun işinin keyfiyyətinə də aidiyyəti yoxdur.
Sadəcə bu şəbəkə biliyi idi. Yəni IT sahəsi üzrə alınan. Mən tutaq başa düşmək istəyirəm ki, bu adam HTTP sorğu nədir bilirmi? Bu protokolu necə işlədiyindən xəbəri varmı? Yəni ümumiyyətlə bilirmi ki, bu protokol nətər işləyir? Və yaxud da state managementlə məsələ sual verəndə, adi elementar suallar verirəm də, tutaq ki, bu komponentdən o bir komponentin arasında ancaq yuxarı parent vasitəsilə əlaqən var. Məsələn, Angular-da adətən verirəm sualı. Bu komponentdən o birisində olan datanı nətər götürərsən? Məsələn, gah deyir belə, orada 3-4 dənə variant var da. Gözləyirəm ki, saysın, amma normalda işləyəndə necə olur? Sən girirsən, adətən böyük ehtimalla proqramçı gəlib oturanda, o hazır proyekt olur. Hazır hər şey qurulur. Səndən əvvəl hansısa proqramçı qurur və sən ona prosta qoşulursan. Qoşulursan ondan işləməyə. Bir də bir məsələ soruşmusan. Məsələn, dedi ya front-end az şey var öyrənməyə. İndi mən front-end developer deyiləm deyə mən gəlir. Mən ümumiyyətlə sevməmişəm front-enddən belə tam səmimi zəhləm gedir. O CSS-i, LESS, SAS, nə bilim, onların özünü öyrənmək, orada Webpack var, əvvəllər Bumble var idi, o var. Məsələn, onların işləmə mexanizmi, bundling nədir, onları öyrənmək, Minify, performansa aidiyyatı. Yəni bunları da nəzərdə tutursan, məsələn 6 aya sən bunları bilirdin, yoxsa o işlədikcə sözsüz ki, elə deyil. Sadəcə belə bir şey deyim ki, yəni məsələn bunu bayaq da dedim, mən həm müddətdə çalışıram ki, çox şey öyrənim, hər şey öyrənməyə çalışıram. Amma əslində bu çox da yaxşı yanaşma deyil. Mən danışım biraz şey olsa, düzür söz kəsmə. Şey oxşadı. Soruşam olsa dinən ki, front-end bilmirəm. Yəni bu xəbərim var əslində. Yəni şey olaraq necə generate olunur bir veb-sayt, onu yaxşı bilirəm. Sadəcə yəni mən dizayn işlərindən sevmirəm də, yəni lazımda yaxşı bildiyim kimi. Elədir. Deməli, bayaq dediyim kimi, yəni burada hər şeyi öyrənməyə çalışmaq heç də yaxşı bir yol deyil. Yəni mən bunu öz təcrübəmdən görmüşəm. Yəni bizdə məsələn həmin dövrlərdə mənim öyrəndiyim müddətdə jQuery ilə yazılan layihələr var idi. Mən jQuery öyrənmək üçün vaxt ayırmışdım. jQuery ilə məsələn hansısa bir sınaq layihə yazmışdım. Amma indiyə qədər yəni mənə heç vaxt jQuery lazım olmadı. Çünki o həmin vaxtlar artıq yavaş-yavaş populyarlıqdan çıxmışdı. Mən başlayanda jQuery çox məşhur idi. Yəni jQuery bilmək bir plus idi və onu oturub öyrənmişdim. Mən sonlarına gəlib çatmışdım. Yəni demişdim birdən olardı, hansısa bir köhnə bir layihə gələr. Olmaz. Heç vaxt olmadı. Sonra məsələn mənim öyrənməyə başladığım müddətdə functional komponentlər var React-da. Functional komponentlər yeni gəlmişdi. Ondan əvvəl class-based komponentlər var idi React-da. Məsələn mən class-based komponentləri öyrənməyə çalışmışdım. Ümumiyyətlə hansı formada işləyir, class-based komponentlər üzərindən bir layihə yazmağa çalışmışdım. Yəni bayaq dediyim kimi jQuery-də olduğu kimi heç vaxt mənə class-based komponentlər React-da lazım olmadı. Həmişə functional komponentləri yazdım. Yəni sən şey olardı, mən boş yerə öyrənmiş oldum, yəni o mənada deyirsən. Boş yerə öyrənmək yox, yəni class-based komponentləri bilmək, React life cycle-ı bilməkdir. Hansı formada baş verir, burada nələr baş verir, komponent life cycle, necə render olur, harda init olur, başa. Sadəcə demək istədiyim odur ki, yəni çox da xırdalıqlarına getmək lazım deyil. Əslində müəyyən ilkin şeyləri öyrəndikdən sonra, onsuz da yəni sən layihə yazdığın müddətdə sən o həmin öyrənmə mərhələsində öyrəndiyin şeylərdən qat-qat çox şeylər öyrənirsən. Yəni bunun hamısını xırdalıqlarına gedib, hər şeyi yadda saxlamağa çalışmaq, hər şeyi bilməyə çalışmaq. Nə bilmək, məsələn sən saydın CSS, LESS, SCSS, SAS. O işləyirsə əl dəymə prinsipi. Yəni əsas odur nəsə elədiyin bir şeyin nəticəsini görsən. Bəli, elə. O cür baxıram, Məsələn, ilk işini xatırlayırsan, ilk işin nə olub? İlk işim mən ilk əvvəllər freelancer olaraq başlamışdım işləməyə. Yəni belə deyək də, elə bir ki bir müddət öyrəndin, sonra düşündün ki artıq nəsə bilirsən, sonra necə getdin o işi tapdın yəni? Belə deyim də, mən çox da CV göndərmirdim açığı.
Yəni həm də ki, həmin müddətdə junior vakansiyalar da çox deyil idi. İndi də yoxdur. İndi ümumiyyətlə vəziyyət lap pisdir. Demək Hə. olar ki, junior axtaran, junior işə götürən demək olar ki, yoxdur. Sadəcə kimsə referans vasitəsilə götürülə bilər və Əslində o sairə. məsələdən danışacağam mən. Junior məsələsi, o mövzulara toxunacağam. Əslində axtarırlar, amma junior deyillər. Yəni insanlar özünü junior kimi təqdim edən junior olmur. Ona görə problem ordadır. Yəni middle kimi təqdim edən junior çıxır, senior kimi təqdim edən middle çıxır. Yəni belə bir aşağı, əslində aşağı leveldədirlər. Əsas səbəb nədir? Mən qısa deyim. Bizim dövrümüzdə biz öyrənəndə, xüsusən mən öyrənəndə resurs çox az idi. Və resurs azlığından əlavə, bəlkə də bəzi yerlərdə resurs çox idi, prosta onun olduğundan xəbərimiz yox idi. Məsələn, Stack Overflow-nu 1 ildən sonra bilirsən ki, belə bir Stack Overflow adlı bir sayt var, məsələn. Və yaxud da YouTube-da hansısa nəyisə başa salan adamların kanalları çox az izlənən kanallar idi, yəni proqramlaşdırma üzrə. Elə olanda da sənin junior dediyin adam əslində informasiyası az olan, amma öz üstündə çox çalışmış adam olur. Amma indi tərsinədir. Həddindən artıq çox şeydən xəbəri olub, heç bir iş qabiliyyəti olmayan adamlar junior olurlar. Ya o problemdir. Və intervyuda gedən adam, intervyu ilə adam mütəxəssisdir. 2-3 dənə sual verəndə bilir ki, əslində bu adam iş təcrübəsi yoxdur. Bu adam əslində junior deyil. Sadəcə çox şey bilir. Ya kursdanmı deyim, ya kitablardanmı, çox şey oxuyub, hər şeydən biraz xəbəri var, amma bildiyi şeyin nə mahiyyətindən heç bir xəbəri yoxdur və iş qabiliyyəti də yoxdur. O məsələ də var. Məsələn, deyirsən, məsələn, freelance olaraq başladım işləməyə. O da prosta yəqin tanış kimsə tapmısan, yoxsa necə? Yox, belə deyil idi. Deməli, bayaq öyrənmə müddətindən danışdım. Mən də 6-8 ay. Ondan sonra başladım fan proyektlər yazmağa. Özüm üçün maraqlı proyektlər yazırdım. Bu da əsas məsələdir. Deyirsən, mən özüm anlayıram. Nə üçün? Mən həmişə də tələbələrə də deyirik də bunu. Özünüz üçün fan proyekt yazın. Bir də belə bir şey deyim ki, yəni məsələn bu bəlkə də false nostalgiyadır. Yəni bilmirəm, bəlkə də elədir. Sadəcə yəni mən belə fikirləşirəm ki, mənim həmin fan proyektləri yazanda aldığım zövqü, yəni oturaq false nostalgiyanın olduğunu izah eləyək. Maaşdan asılı olmayaraq, yəni maaş aldığım işlərdən onların heç birindən həmin zövqü almamışam. İnanmıram ki, bundan sonra yəni hər hansı maraqlı gəldi o saytlar. Yox, belə çox ciddi yəni bir şeylər deyildi. Sadəcə belə deyim də, biraz çalışırdım ki, layihələrə biraz pop kultura qatım. Məsələn, Game of Thrones API var idi, Rick and Morty var idi, API çalışırdım onları da qatım. Çalışırdım ki, front-end developerin yaza biləcəyi çox şeyləri yazım. Sonra çalışırdım klon layihələr yazım. Klon layihə yazmaq da maraqlıdır. Klon yazmışdım. Mən maşın alqı-satqı saytını yazmışdım klon. İndiyə qədər YouTube klonunu yazmışdım. Yəni hansı ki, orada videolar və s. baxmaq olurdu. Yəni bu mənim üçün həmin vaxtı çox maraqlı idi da. Sonda çox təcrübəm yox idi. Yəni yenə deyirəm, 6-8 ay başlamışdım bunları yazmağa. Yəni belə deyim ki, yəni həmin fan proyektləri yazanda bir xeyli şey öyrəndim. Evet. Yəni fan proyekt yazmaq mən Turbo Pascal'dan başlamışıq. Biz Turbo Pascal'da 2D idi də orada ekran. Orada balaca bir dənə top yazmışdıq. Top belə gedib ekran qıraqlarına dəyirdi, belə fırlanırdı. Yəni gecələr yatmamışdım da onu yazmaq üçün. Yəni prosta bir universitet proje idi də, prosta müəllim tapşırıq vermişdi, gedin bunu eləyim. Mən də gedib eləmişdim və ondan dəhşət zövq almışdım. Orada da maraqlı bir şey var axı. Əslində top belə hərəkət edəndə o sağdakı pikseli buradan silib qabağına atırsan. Da belə timerin içində gedir. Sadəcə sən hər dəfə hərəkət eləyəndə sən arxadakını silib qabağına atmalısan belə fırlat. Yəni o məsələn sən deyirsən ondan aldığım zövqü başqa şey. Məndə də həmin söhbətdir. Məsələn, həmin dövrdə yazdığım layihələrdən biri də real time chat yazmışdım. Məsələn, həmin müddətə qədər WebSocket nə idi ümumiyyətlə bilmirdim də yəni. Həmin layihədə öyrəndim. Sonra da məsələn mənə bir-iki soketlə işləməli olduğum layihə olmuşdu. Həmin müddətdə öyrəndiyim şeylər yəni mənə bir xeyli kömək olmuşdu. Yəni artıq mənə veriləndə task bilirdim ki, yəni burada nəyi hansı formada yazmaq lazımdır.
O mənə çox şey qatmışdı. Ümumiyyətlə yenə deyirəm, fan proyektlər yazmaq həqiqətən çox maraqlı idi həmin müddətdə. Mən məsələn Azure Cloud-u eynən bizim o işlədiyimiz startapda Find-ində Azure Cloud-u ondan qabaq özüm üçün fan eləmişdim. Sadəcə olaraq cloud-un içində işlənirdim. Bir neçə kurs almışdım və bir kitablar var idi, handbook kimi. Onları da oxuyurdum. Özüm üçün girib servis qaldırırdım, servisi salırdım, nə bilim, database integrasiya. Sonra elə bir işə gəldi, çatdı ki, və həmçinin mənə növbəti 2 ildə intervyuda oradan elə bir şeylər, suallar gəldi ki, yəni tutaq ki, experience position adı belə idi. .NET Senior .NET Developer and Cloud Azure. Yəni intervyu elə bir ki, həm .NET üzərindən gedirdi və həm də Azure Cloud üzərindən. Öz intervyu sualı verir, bilirəm də. Yəni özümü elə xoşbəxt hiss eləyirdim ki, mən bunu yaxşı ki, mən orada bunu qurdalamışam və playground olub mənim üçün orada iş eləmişəm. Və bu dəqiqə girsə subnet və s. axırdı da orada intervyuda intervyu götürən də artıq bilir ki, sən bunu bilirsən. O ilk işin orada qaldı, əslində beynimə takıldı. Sən orada, yəni suala cavab verməli acizdir. Deməli, CV paylaşırdım Facebookda, developer qruplarında, bir də LinkedIn-də paylaşırdım ayda. Nəzəbsə Azərbaycan Developers qrupda görməmişəm. Orada moderatorun biri mənə o vaxt qabağıma çıxmayıb. Buyur. Belə deyim də, həmin dövrlər remote bazarın yaxşı olduğu vaxtlarda ola bilsin, yəni çox da vaxtın olmayıb. Sətr altı mənim. İndi pis deyil. Remote bazar indi pis deyil, maşallah. Deməli, onda mən Next.js yazırdım artıq. Next.js-lə bir neçə layihə də yazmışdım hətta. Bir nəfər yazdı ki, bəs bizim Next.js-lə yazılmış layihəmiz var. Yerli şirkətlərdən. Elə Facebookda yazdı. Elə Facebookda yazdı. Yerli şirkətlərdən birinin layihəsidir. Sadəcə buna support vermək lazımdır. Nəsə getdik, görüşdük. Orada belə idi ki, yəni task based işləyirdi. Mən şirkət üçün işləmirdim. Yəni arada vasitəçi var idi. Sadəcə o həmin adam işləyirdi şirkətlə. Mən də həmin adam üçün işləyirdim. Şirkətin adını çəkmə. Onu çəkəcəyəm. Buradan başladım. Task based işləyirdim. Belə freelancer olaraq. Bu da ki 1-2 ay belə işlədim. Sonra elə yenə həmin adamla işləməyə davam etdim. Sonra React Native öyrəndim. Keçdim mobile-a. Keçdim, həm web yazırdım artıq onda, həm də mobile yazırdım. Bir neçə layihələr işlədim. Sonrasında sən bilirsən, sonrasında. Mən məsələn o dediyini Facebookda mənə yazıb. Biz əvvəlki podkastlarda da bu mövzuya toxunmuşuq. Yeni başlayan adamlar kifayət qədər aktiv olmalılar. Yəni nədənsə çəkinmək lazım deyil. Hətta tutaq ki, kimsə təcrübəli adam görsənsə, götür yaz ona inboxda, soruş nəysə. Və yaxud da CV paylaşdın ki, CV-m var, baxmaq istəyirsinizmi? Bunların hamısı yəni networkingdir. Məsələn, adi elementar bir şeydir. Sən Facebookda məsələn o vaxtda o cür aktiv olmasaydın, öz paylaşmasaydın, o adam səndən heç bir xəbər olmayacaqdı. Sonra da indi evdə oturub fikirləşirdim ki, mən tutaq ki, kursa getdim və yaxud da oturdum, öyrəndim, amma iş yoxdur. Yəni bu işə götürən adamın səndən xəbəri olması üçün yəni bir aktiv olmalısan. Belə deyim də, iş yoxdur məsələsi ilə, yəni müəyyən qədər, hətta müəyyən qədər yox, çox razıyam. Yəni hal-hazırda demək olar ki, yeni başlayanlar üçün iş şansları, iş demək olar ki, yoxdur. Yəni sən bayaq danışdın ki, o çox da yaxşı kadrlar da yoxdur ki, senior kimi gəlib işləsin. Yoxdur. Yəni mən məsələn Azərbaycanla da işləyirdim bu yanvar ayına qədər. Biz orada da intervyular eləyirdik və o intervyuların 95%-i uğursuz olurdu. Və biz intervyuda elə də belə ağır suallar vermirdik. Məsələn, nə suallar verirsiniz? Çox, yəni proqramlaşdırmaya aid çox sadə suallarda bir də görürsən ki, düzdür bizdə back-end ağırlıqlı olurdu, front-enddə çox. Mən bir-iki dəfə girmişəm front-end intervyularına. Amma sırf back-end sahəsi üzrə biz intervyu sual verirsən, adam ümumiyyətlə xəbər yoxdur. Və adətən necə olur? Çox ciddi problem nədir? Kursu bitirən uşaqlar bayaq dediyim kimi çoxlu məlumata sahibdirlər. Məsələn, adamdan soruşsan ki, məsələn öz sahəm üzrə back-end üzrə deyəcəm də, ORM nədir? Adam izah eləyə bilmir. Entity framework nədir? Database ilə əlaqə yaradırıq.
Yəni bu səviyyədədir. Entity Framework adlı bir şeyin varlığını və database ilə əlaqə yaratmaq üçün olduğunu, üçün deyil əslində, nəsə də belə bir şeyin database ilə işlədiyini bilir, sadəcə bitdi. Qutardı. Məsələn, biz onun GitHub baxırıq, GitHub-na hansı repozitoriləri var. Bir kursun tələbələrinin standart repozitorisi var. To-do app. To-do app-dir, bir dənə API controllerdir, məsələn, backend üçün deyək. API controllerdir, birbaşa API controllerın içində DB context var, entity framework, database sorğu göndərdi, cavab aldı, qutarı getdi və standart qrup şeyə kimi eyni də, boşluqlara qədər. Yəni prosta bunlara veriblər ki, bu əslində tələbədən çox kursların günahıdır. Yəni ümumiyyətlə buna görə tələbəni günahlandırmaq çox da düzgün deyil. Ümumiyyətlə tələbəyə verilən budur ki, sən bunları yazmalısan, öyrənməlisən, bilməlisən. Bir kursun rəhbəri ilə bir vaxt bir söhbətimiz olmuşdu. Hələ o vaxt biz Finding Academy-ni heç təhsil fikirləşmirdik. İndi ora gələcəm. Biz nə üçün Finding Academy-yə başlamışıq? O adamla görüşmüşdük. Bizə Finding e-commerce platformasını işləyəndə bizə lazım idi sən də bildiyin kimi juniorlar və yaxud da kursu bitirmiş perspektivli adamlar. Həmin vaxtda bir akademiyada biz görüşdə olduq və o akademiya rəhbərinin mənə dediyi bir söz indiyə qədər yadımdadır. Kurs bir biznesdir. Elədir. Və mənə də məsələn indi sual verirlər ki, Finding Academy-də nə üçün? Məsələn, bizdə tələbə sayı azdır hal-hazırda. Nə üçün deyir azdır? Onlar şey kimi baxırlar, kartof, 1 kilo kartof, 2 kilo kartof. Biz kartof kimi baxa bilmirik də, bu adamdır. Bunun pulunu mən o pul lazım deyil, yəni o səviyyədə. Yəni bu biznes kimi baxırıq, amma belə deyək də, yığaq uşaqları bir yerə, onlar öyrənməsə də, eyni məsələ mən orada da, həmin kursun rəhbərinə dedim. Hələ o vaxtda heç bir kurs düşünmürdüm. Əgər bu gün Finding Academy olmasaydı, burada kursun adını çəkərdim. Amma o var deyə çəkmirəm artıq. Düzgün saymıram. Amma o mənə qayıtdı ki, kurs işlətmək bilirsən necədir? Bir biznesdir. Və bunu biznes kimi yanaşmalısın. Biznes məntiqi olaraq razıyam. Mən buna cavab verəcəm. Biznes məntiqi olaraq razıyam. Hər bir iş bir biznesdir. Sənin işçilərin var, maaş verməlisən. Amma təhsil sayəsində təhsil vermədən bir biznes qurmaq doğru bir şey deyil də. Sən elə bir şey tutaq ki, biz burada podkast çəkirik. Kameranı əyri qoyub bizi çəkmək podkast çəkmək demək deyil də. Yəni sən kameranı düz qoymalısan və bizi çəkməlisən. Sənin də yanına gələn tələbə öyrənib çıxmalıdır da oradan. Və biz uzun müddət oradan gələn bir neçə kurslardan gələn tələbələrlə işləyəndən sonra, bizim əsəb sistemimiz tam korlanandan sonra belə qənaətə gəldik ki, yəni mən belə düşündüm ki, artıq yəni neynəməsə necəsə özümüz başlamalıyıq. Çünki həddindən artıq uşaqlar boşuna pul xərcləyirlər və bəzən adam yəni ağzı açıq qalır xərclənən pullara və insanın heç bir şey bilməməyinə. Bir var ki, bir şey bilir, bir var heç bir şey bilmir və o adam o kursu bitirib. Sertifikat da var. Mən əslində istəyirəm burada bir mövzu ilə bağlı danışım. Yəni məsələn bayaq dedin ki, o həmin müəllim deyib ki, əslində kurs bir biznesdir. Kurs bir biznes hissəsi ilə razılaşıram. Amma yəni o həmin biznes rəhbəri burada normalda belə olmalıdır ki, bu biznes rəhbəri maraqlı olmalıdır ki, bu kurs yaxşı kadrlar ortaya çıxartsın. Burada sadəcə həmin kurs yox, yerli şirkətlər də maraqlı olmalıdır ki, bizim həmin bu yerli kurslardan yaxşı tələbələr ortaya çıxsın və s. yaxşı kadrlar ortaya çıxsın. Sadəcə məsələn həmin müəllim deyir ki, kurs bir biznesdir. Bizdə də normal biznes mühiti olmadığı üçün bizim ölkədə ümumiyyətlə yəni hal-hazırda tələb olunan budur. Yəni biznes dediyi bilsən nədir? Yəni bu adam deyir ki, mənim yaxşı marketinq kampaniyam olsun, həm yaxşı xəyallar satım ki, 6 aya front-end developer ol, 1 ilə nə bilim front-end developer ol. Satırlar da. 1 ilə back-end developer ol, çox yaxşı maaşlar alarsan, öyrənən kimi çıxasan xarici bazara və s. Onların çox xəyallar satılır. Amma yəni sonda görürsən ki, heç də elə deyil. Amma deyə bilərik ki, işləyən tək komandalar marketoloqlar. Marketinq sahəsi çox qəşəng işləyirlər. Yəni mən bəzi kurslarda bilirəm, kursa tələbələri götürəndə onlara CV doldurmaq üçün vərəq paylayırlar. Güya bu vərəqə doldurduqları məlumatları onlar müxtəlif şirkətlərə göndərəcəklər. Adını çəkməyim, bir neçə şirkət, böyük şirkətlərə göndərəcəklər. Sonda güya onlar fərqlənən tələbələri
ora bu siz uşağa çox böyük motivasiya verir. Mən razıyam buna. Mən sənə deyim də o Amma reallıq o deyil. mən sənə deyim də o həmin kağızların taleyin sonradan nə olur? Həmin o bayaq müəllim deyir ki, bilən kurs biznesdir. O həmin kağızları həmin o müəllim saxlayır. Hərdən stolun altı zad yerlənəndə göz stolun altı 100%. 100%. Mən məsələn çünki bir dəfə Azərbaycanda da olub, rəhbərin yanında oturmuşam, görürəm ki, CV-lərə baxır, doludur. Yəni dediyimiz kimi bazarda adam doludur. Evet. Tab browserdə tabı yerləşmir. O PDF faylları bir şeydən vurur, açır inboxdan. O dolub da PDF faylları. Belə baxır, keçir belə baxır. Deyirəm ki, neyiniz? Deyirəm evim baxıram. Şəkillərə baxıram. Deyir evim baxıram. Çağıra bilmirəm də heç kimi. Yəni mənə deyir, açır baxır CV-yə, deyir mən bunu nətər çağırım. CV çox gözəl yazılanlarda olur. Çağırırıq, mən olub həqiqətən də. CV çox idealdır. Görünüş olaraq. Amma CV-yə diqqətlə baxanda görsən ki, bu adam experience yoxdur. Adam heç bir yerdə işləməyib əslində. Yəni sənin o dediyin bayaq var da fan proyektlər. Orada qalıb. Amma CV-ni elə yazıb ki, rəhbərlik onu görüb çağırıblar intervyuya. İntervyuda mən aldım vərəqəmi, belə səhifələyirəm. Heç bir yerdə təcrübəsi yoxdur axı. Level hansı leveldə? Heç bir. Yox, məsələn sizin o çağırdığınız middle senior position'dır. Okay onda. Hə, yəni CV-də heç bir şey əslində heç nə yoxdur. Elə gözəl doldurublar. Bunun yəqin ki bir strategiyası var. CV doldurmağın bir şey var, amma texniki adamlar adətən bunu filtr eləyə bilirlər. Amma çox sənədə baxanda artıq necə gəlir ujada başlayırsan adamları çağırmağa da. Gündə bir 150 dənə CV baxanda artıq yəni o fokusun itir ki, mən nəyə baxmalıyam. Mən məsələn tələbələrə də deyirəm, məndən soruşurlar CV-ni necə yazır. Mən deyirəm ki, yuxarıdan aşağı yaz hər şey. Heç bir dizayn olmasın, şəkil əlavə eləmə. Mənə kimsə deyir ki, onu kim çağırır? Azərbaycanda çağırmaya bilərlər, amma xaricdə ona heç əhəmiyyət verməyəcəklər. Yəni mən məsələn şəxsən özümün CV-si belədir. Sağda kontakt məlumatları, 2 sətr təhsil, aşağıda da experience və heç bir əlavə ton yoxdur, ancaq qara rəngdir. Məndə də təxminən elədir. Hə, yəni və o CV indiyə qədər işləyib. Yəni bu günə qədər işləyir. Bundan sonra da yəqin ki işləyəcək. Mənim oraya yazdığım experience-lər mənə kifayət eləyir. Elədir. Və xaric məsələn hal-hazırda mən bildiyim qədərlə sən o Azərbaycanda o bəxti gətirməyən şirkətdə işləyirdin. Rəsmi olaraq işləyirəm əslində. Bu arada yeri gəlmişkən də elə bunu da çatdırım. Sentyabr ayında deməli şirkətdə layofflar və s. baş verdi. Həmin müddətdə işdən çıxarılan işçilərin kompensasiya və maaşları verilmir. İşdə qalan hələ də verilmir. Ümumiyyətlə taleyi nə olacaq bilinmir. Böyük ehtimal kiminsə insafına qalıb, kimsə birdən oldu ki, sabah səhər yuxudan durdu. Dedi ki, bəlkə bunların maaşlarını verək. Mən bir də onların hesabları bloklanmışdı. Mən bir insanlar qınaya bilmirəm. Çünki iş müddəti elədir ki, bir də gördün hər bir şey baş verə bilər. Düzdür, ölçülü davranmalıdırlar, ehtiyatlı olmalıdırlar. O malı başqa şeydir də. Yəni belə deyim də, açıq, yəni Azərbaycanın reallığıdır bu. Mən dəfələrlə bir neçə şirkətdə görmüşəm, təkcə o şirkət yox. Azərbaycanda olur. Mən ümumiyyətlə çalışıram ki, hal-hazırda Azərbaycan şirkətlərinə işləməyim də. Çünki adam bir də görsən ki, standart deyə, bayaq sənin dediyin məsələ biznes mühiti olmadığına görə Azərbaycandakı IT şirkətlərinin də biznes güzəranı yoxdur. Yəni onların büdcəsinin böyük əksəriyyəti dövlət layihələrindən gəlir. Və dövlət layihələrində də bilmək olmur sabah nə olacaq. Düzdür, müqavilə və sair var, pul gəlir. Amma tam bilmək olmur ki, sabah nə olacaqdır. Sən bir produktun yoxdur əslində, IT şirkətsən. Amma normal bir produktun yoxdur. Sən sadəcə olaraq hansısa bir dövlət layihəsinə özləri bilərlər, nə vaxtsa necəsə bir layihəni götürmüsən, onu işləyirsən və sənə pul həmin dövlət layihəsindən gəlir. Sabah o dövlət layihəsi ilə nəsə oldu, ya sən oradakı rəhbərliklə nəsə sözün düz gəlmədi və s. və ilaxır. Mən şirkət bilirdim, dövlət layihələri eyni cür işləyirdi. Necəsə vergilərdə problem yarandı. Bütün hesablar bloklandı, eynən maaşlar verəmədilər. Yəni ona görə Azərbaycan mühiti üçün biraz IT sahəsi də çətindir. Mən bilən o şirkəti bank hesabı açılmadığı müddətcə o maaşı verən olmayacaq. Olar. Yəni belə deyim də, açıq, yəni çox da belə geniş məlumata malik olduğum mövzu deyil.
Ona görə də burada tam aydın deyə bilmərəm ki, Hə, burada hansı proseslərdən keçib, niyə belə problemlər ortaya çıxıb və s. Bir də hal-hazırda deyəsən səhv etmirəmsə xaricdən işləyirsən hal-hazırda. Hal-hazırda xarici bir şirkətdə web front-end developer olaraq işləyirəm. Belə yəni. Belə adi bir sual verim. Düzdür, sən Azərbaycanda bir neçə yerdə işləmisən. Azərbaycan mühitində olan iş mühiti ilə xaricilərlə olan iş mühiti arasında fərqi hiss eləyirsən yoxsa yox? Fərqi belə deyim də, yəni çox fərq var. İndi məsələn burada yeni şirkətdə sənlə də işləmişik bir yerdə, sənlə xarici bir şirkətdə də işləmişik. Həmin belə deyim də, yəni çox da fərq olmayıb. Burada çox fərq rəhbərlik səviyyələrində və s. olur. Belə deyim də, komandalara çox da deyim ki, buradakı komandalar yaxşı deyil idi, amma xaricdəki komandalar yaxşı. Yox, sənə deyim ki, qabiliyyət olaraq soruşmuram. Mən Azərbaycanda kifayət qədər yaxşı qabiliyyətli proqramçılar tanıyıram. Mən də ümumiyyətlə qabiliyyət olaraq danışmıram. Amma insanın keyfiyyət olaraq deyirəm, iş keyfiyyəti olaraq mən xaricilərin işini daha çox bəyənirəm. Sözsüz gələr. Yəni hal-hazırda işlədiyim xarici şirkətdə, məsələn, mənim üçün çox rahatdır da onlarla işləmək, belə deyim. Yəni mənim üçün demək olar ki, heç bir stres yaşamadığım işdir. Belə yəni. Mən məsələn Azərbaycanda işləyəndə kifayət qədər görürəm ki, insan mən əsəb sistemi pozulurdu, açığı deyim, səmimi deyim. Mən yəni bizim iş mühiti ilə işləyə bilmirəm, Azərbaycan iş mühiti ilə. Amma hal-hazırda məsələn xariclə işləyirəm və görürəm ki, insanlar nə dərəcədə sakit və işə öz şəxsi prinsiplərini, xassiyyətlərini və yaxud da problemlərini qatmayan insanlardır, böyük əksəriyyəti. Azərbaycanda məsələn intervyuda olan tələbələrimiz gedirlər intervyuya. Mən məsələn LinkedIn-də paylaşmışam buna aid bir neçə post. Özüm canlı da şahidəm. Bir dəfə intervyuda HR-ın dialoqu eyni cür deyirəm. Xanımdan soruşur ki, evlisiniz? Xanım deyir, yox. Soruşur, nişanlısınız? Deyir, yox. Və HR maraqlı gəldi. Sevgilin də yoxdur. Yəni bu insan dövlət orqanında, yəni insan resursları departamentində işləyən insandır. Və bu insanın HR intervyusunda bir proqramçı namizəddən soruşduğu bir neçə, yəni belə ağıl yüklü suallar. Yəni o evlisən, deyilsən məsələsini toxuna bilərik. Əslində IT layihəsində bir xanımdan soruşulası bir sualdır. Mən indi o mövzulara girəcəm, biraz şey çıxır, amma mən o bir neçə Azərbaycanlı rəhbərlə danışanda da fikir vermişəm. Onlar dedilər ki, biz xanımlarla işləməkdə bir problemimiz yoxdur. Sadəcə Azərbaycanda xanımların bir həyat şeyi var da, hədəf qoyulub bir mental olaraq məsələn evlənir və s. və evlənən ərəfədə biz bir də görsən ki, həmin xanım işdən çıxmalı olur. Yəni evləndikdən sonra və yaxud da evlənən ərəfədə xanımı ofisdə tapmaq olmur, işə yönəlmir və s. Yəni mən qınaq olaraq demirəm. Sadəcə yəni xanımdan evli olub olmadığını soruşmaq bir problem deyil. Çünki o adam nə fikirləşir? Mənim 2 illik bir layihəm var və bu 2 illik layihəmdə mən proqramçını burada görmək istəyirəm. Məncə yenə də bu sualı vermək olmaz. Yenə də olmaz, düzdür, amma yenə də fikirləşirəm ki, yəni bunun arxasında bir məntiqi səbəb var. Adamın düşündüyü bir məntiqi səbəb var ki, uzun müddətli bir layihədə kimisə əvəz eləmək çox çətindir. Çünki bir müddətdən sonra həmin proqramçının çox yaxşı domen biliyi olur. Və domen biliyi olan proqramçını tapmaq çox çətindir. Məsələn, sənəd dövriyyəsidir və yaxud da bilmirəm, sosial şəbəkədir, satışdır və s. Bu sahədə domen biliyinə başlayır sahib o proqramçı o qədər işləyir ki, bu layihənin içində. Artıq bir də görsən ki, biznes analitikdən də yaxşı bilməyə başlayır prosesləri. Yəni o cür adamı itirməyə problem olduğuna görə onlar düşünür. Amma yerdə qalan bu absurd suallar içərisində, yəni mən dəfələrlə görmüşəm, juniorlar ən çox şikayət elədikləri nədir? Mən xaricdə belə bir sual görməmişəm. Yəni heç bir şəxs səndən o haqqda soruşa bilməz. Ancaq fan məqsədi ilə soruşurlar, bir əyləncə olaraq. Uşağın varmı, evlisənmi? O da ki, müəyyən mərhələdən sonra da, yəni birinci intervyuda vermirlər həmin sualı. Yox, sənin şey kimi soruşur. Yəni boş vaxtlarını necə keçirirsən mənasında soruşur. Sənin hobbilərini soruşur və s. Amma o çöp-çatanlıq eləmək məqsədi ilə sanki araşdırır ki, qabağındakı insan nələr bilir. O biraz
anormaldır və Azərbaycanda şirkətlərin əksəriyyətində mən bunu hiss eləmişəm. Keçən dəfə bir proqramçı tanışımla gəldik, oturduq söhbət edirdik. Deyir, bu dəqiqə ofisdə deyir qırğın. Deyirəm, nə olub? Heç nə bir-birlərini döyürlər. 2 nəfər nəyinsə üstündən mübahisə düşüb. Yəni mən belə bir şeyi mən offline-da işləmişəm. Yəni IT şirkətində, İPAM-da, Belarusiyada, Minskdə heç vaxt heç kimin kimlənsə əlbəyaxı olduğun, dalaşdığın, yəni mübahisə görmüşəm, okey, işdə olur. Amma hətta qışqırdığım belə görməmişəm. Sən onlardan danışanda mənə çox maraqlı gələn şey. Kaş edəydi, biraz işləyərdim, heç olmaz. Yəni mən çox işləmişəm. Sonuncu Azərbaycanla iş təcrübəm yanvar ayında bitib və ümid eləyirəm bir də heç vaxt Azərbaycanda özümün şirkəti istisna hər hansı bir şirkətdə işləməyəcəm. Yəni tövbə eləmişəm belə deyək də. Elədir, yeni başlayanlara da yəni məncə veriləcək ən yaxşı məsləhətlərdən biri elə budur ki, yeni başlayanda xarici remote bir şirkətdə iş tapmaq çox çətindir. Ona görə də əvvəlcə yeni şirkətlərdə başlayıb, maksimum 1 il. Bir il işdə, heç olmasa yəni CV yazmayan bir şey olsun. Ondan sonra ancaq başlayır remote işlərə. Mən ona tam razıyam. Mən ümumiyyətlə biz tələbələrimizə də deyirik ki, biz sizin Azərbaycanda hər hansı bir şirkətdə intervyudan keçəcəyinizə garantisini vermirik. Çünki Azərbaycanda sizin getdiyiniz o intervyuda ola bilər ki, məsələn, olmuşdu bizdə tələbəyə. Gör nə deyir? Bizdə bir dənə deyir senior developer var. Onun xasiyyəti tündür. Biz onunla deyir kimi verirsə o adam onunla işləyə bilmir, ona görə tək işləyir. Yəni fikir olaraq yəni absurddur da. Necə yəni xasiyyəti tündür? Yəni xasiyyəti tündürsə o şirkətdə nə yazır? Sən bir proqramçısansa, sən təkcə kod yazmağa kifayət deyil də. Sən ünsiyyət qurma qabiliyyətin olmalıdır. Evet. Sən iclasda kiminsə səhv elədiyini onun qəlbinə dəymədən deyə bilməlisən. Və yaxud da kimsə sənə işi görə bilmədiyi deyəndə sən ona normal reaksiya verməlisən. Yəni ən azından zəhmət olmasa sözünü işlədə bilməlisən. Yəni bizdə əsas problemlər məncə bizim milli xarakterimizə bağlıdır, idarə olunma formamıza bağlıdır. Bəzən mən düşünürəm ki, hətta onlar bəzən düz eləyirlər, yəni sərt davranırlar. O deyir, komanda rəhbəridir, əlində qılıncı, sən niyə bunu belə eləmirsən? O cür eləməyəndə insanlar işləmir. Amma mən belə düşünürəm ki, əgər kiminsə belə sərt davranaraq işləməyə ehtiyacı varsa, o deməli normal adam deyil. Yəni o işdə olmamalı adamdır. Demək ki, o normaldır ki, sən onun üstünə qışqırmalısan. Yəni mən belə başa düşürəm və indiyə qədər dəfələrlə məsələn olub, mən iclasım olub, görürsən ki, qırğın gedir xaricdə. Qırğın gedir nə mənada? Əməli başlı mübahisə, qırğın mübahisə və heç kim xətrinə dəymir sadəcə. Və heç kimin sözü heç kimin xətrinə dəymir. Küsüb gedib kiməsə söz deyilmir və s. O cəhətdən məncə Azərbaycan hətta bir uzun müddət keçməlidir ki, yerli bazarımız IT sahəsi ümumiyyətlə sektor olaraq normal bir yerə gəlib çıxa bilsin. Bunun da əsas problemləri nədən ibarətdir? Mənə də gəlir ki, yerində olmalı olan adamlar yerində deyillər. O sözsüz belədir, yəni ki, belə deyim də, hər şeyi bir qırağa qoyub, yəni sadəcə ölkədə IT sektoru yaxşı olmalıdır. Yəni belə bir şey heç vaxt mövcud olmaz. Yəni burada bir neçə şaxələnir də, yəni. Bunun məsələn bayaqdan danışır, yaxşı kurslar yoxdur danışdı, yaxşı rəhbərlik yoxdur danışdı, verilən suallardan danışdıq və s. Yəni bunların hamısını bir kənara qoyub burada indi biz yaxşı IT sektoru axtarmaq yox, mümkün deyil. Mən 5-ci gün həm biraz gülmüşəm, biraz da normal, biraz stres keçmişəm buna görə. Bu hamımızın bildiyi bir veb-sayt var, hansı ki biz oradan domen alırıq. Aldığımız bir domenin məsələn vaxtı bitib uzatmaq istəyirsən də, ödənişini uzatmaq istəyirsən, girib görsən ki, veb-sayt ancaq iş saatlarında işləyir. Saat 9-dan 6-ya işləyir, 5 gün. 9-dan 6. Və bu veb-saytdır. Lans fasiləsi var. Bilmirəm. Bəlkə də var. 1 saatlıq ABD gedir. Yəni onu mən də tam başa düşməmişəm. Hələ də məntiqini başa düşmürəm. Yəni nə məntiqlə elə bir şey var, onu anlamıram. Amma yəni o güzgüsüdür. Yəni neynirlər? Saat adı çıxanda serveri sadəcə hər şey sayta girmək olmur. Söndürüb gedirlər. Bilmirəm neynirlər, sayta girmək olmur. Maraqlı. Səhər gəlirsən 9-dan 6-ya kimi işləyir. Məsələn, hətta 17:00-dan sonra işləmir deyəsən.
Çünki 5-ci gün mən axşamı 7:00-dan sonra yoxladım. 17-15 saat idi, işləmirdi. Məncə bu vaxtda əvvəlcə şirkətin özü ilə də maraqlanmaq lazımdır. Yox, dəfələrlə mən görmüşəm. Sosial ümumiyyətlə, şəbəkələrdə bu proqramçıları paylaşırlar ki, bu nə məsələdir, yəni niyə belə? Yəni belə rəhbərlik məlumatı var da yəqin ki. Yəqin ki var. Yəqin ki var. Yəni belə bir şey eləyirlərsə, yəqin ki, yəni var. Maraqlı. İstəyirəm qayıdaq biraz front-end mövzulara. İndi bu bəzi mövzulara girəcəyik, sonra Azərbaycanda iş tapa bilməyirik. Biz işə götürməyəcəklər. Onsuz axtarmırıq. Axtarmırıq, şükür Allah. Hə, heç nə axtarmırıq. İndi gələk əsas məsələ front-enddə şəxsən mən bir full stack developer kimi front-enddə məni narahat deməyim, mənə qəribə gələn şey nədir? Kəskin dəyişiklik. Məsələn, bu gün bu texnologiyanı işləyirsən, yatdın, yuxudan oyandın, gördün ki, falan şeyin təzə versiyası çıxdı. Bir gündə yatıb görsən ki, üçüncü o biri versiya deprecate olub da. Sən necə eləyirsən məsələn, necə trendə uyğunlaşırsan ümumiyyətlə burada? Yəni front-end olaraq. Belə deyim də, indi məsələn bayaq burada dedim ki, mən yeni başlayanda function komponentlər yeni populyarlıq qazanırdı. Ondan əvvəlki sadəcə React-da class komponentlər və s. var idi. Mən yeni başlayanda Next.js var idi. Sonra Remix və s. çıxdı ortaya. Yəni ondan sonra əlavə bir xeyli JavaScript frameworklar çıxdı və s. Bunların da hər biri fərqli problemlər üçün belə deyim də, yəni fərqli həllər çıxarır ortaya. Ona görə də belə amma bu qədər mən indi deyim də backend developmentlə məşğul olmuram. Sadəcə elə belə müəyyən qədər biliklərə malikəm. Ümumiyyətlə sınaq üçün bir-iki dəfə bir-iki şey yazmışam. Sadəcə bildiklərim budur. Sən məndən daha yaxşı bilirsən. Backend developmentdə front-end qədər belə tez-tez dəyişmələr yoxdur demək olar ki. Yəni mən görmürəm şəxsən. Yəni dəyişmələr dedikdə necədir? Backend bir şeyin bu bel sümüyü olaraq sayıldığına görə adətən elə mövcud olan bir şeyin təzə versiyasını gətirirlər. Amma deyək backenddə təzə bir framework'ün çıxma ehtimalı çox azdır. Çünki yazdığın kod legacy koda çevrilir. 5 il, 6 il, 7 il. Mən məsələn elə bir layihədə işləmişəm. 18 ildir kod yazırlar. Yəni 18 ildir kod yazırlar. Bunun bir backend versiyası var idi. İndi onun backend versiyası başqa bir backend versiyası yazılır. Amma kod eynidir. Şey olaraq seçilmiş proqramlaşma dili eynidir. C#'dır. Bu 20 ildə 3 dənə framework çıxıb, bu 3 dənə framework'ün üstündə fırlanıblar. Əvvəl bunda olub, sonra keçiriblər buna, sonra keçiriblər buna. Yox, front-enddə tamam fərqlidir deyə bilərəm. Məsələn, React-da server komponentlər gələndə çox şey dəyişdi. Next.js-in özündə çox şey dəyişdi. Yanaşmalar dəyişdi. Routing və s. çox dəyişib. Strukturlara baxışlar dəyişdi. Çox şey dəyişdi. Yəni belə front-end məsələn adam ən çox yoran şeylərdən biri budur ki, sən həm gördüyün işi görməlisən, bundan da əlavə daim məsələn yeni nəsə çıxdı bunları öyrən. Əl olmamalar. Məsələn gündəlik onları oxuyursan, yoxsa necə, yoxsa izləyirsən, subscribe edirsən xəbərlərə və s. Onları necə izləyirsən yəni? Yox, gündəlik əvvəllər daha çox məsələn bu subscribe olmaq məsələləri və s. bunlarla çox maraqlanırdım. Məsələn demək olar ki, gündəlik mənbələrə baxırdım, videolara və s. baxırdım. Amma bir yerdən sonra yəni görsən ki, bunu davamlı formada həyata keçirmək çox da tutmur da. Məsələn, həm mən işləyim, həm davamlı trendlərə uyğun olum. Həm də ki, belə bir şey var ki, həmişə trendlərə uyğun olmaq heç də yaxşı bir xüsusiyyət kimi də deyil. Belə deyim də, məsələn, trend yeni bir texnologiya çıxdı, sən bunu öyrəndin. O həmin müddətdə, yəni bu yeni texnologiya sınaq müddətində olmuş olur da. Məsələn, ola bilər ki, sən bu çox vacib bir layihəni götürdün sınaq müddətində, olan texnologiyada yazdın. Sonradan belə bir şey, belə bir fikrə gəlindi ki, community tərəfindən bu texnologiya isə yaxşı texnologiya deyil, biz qayıdaq əvvəl kimi yazmağa. Ona görə yəni mən artıq çalışıram ki, yəni son çıxan texnologiyalar yox, bazarda sabit olan texnologiyaları öyrənmək, bu məncə daha vacib. Hə, mən məsələn sabitliyi necə izah edirəm? İndi technical lead olaraq məsələn layihəyə qoşulanda məsələn məndən soruşurlar ki, niyə Next.js seçirsən? Falan təzə şey çıxsa falan cürdür. Deyirəm ki, heç nə yox. Next.js-in bir dənə
npm package bölməsinə keç. Orada nə qədər download olduğuna bax. Nə qədər contribute olduğuna bax. Bir layihəyə nə qədər bir framework və fərqi yoxdur da. Front-end, back-end. Nə qədər çox layihədə istifadə olunursa, o qədər çox problemlə qarşılaşıb həll edilmiş olur. Sözsüz ki. Məsələn, front-end cəhətdən deyək. Tutaq ki, browserdə QR kodu oxumalısan. Sənin üçün buna bir framework lazımdır, package lazımdır. Sən gedib hər hansı bilmədiyin bir frameworklə, təzə çıxan bir frameworklə layihə işləsən, gəlib həmin yerə çatanda görəcəksən ki, bunun hələ heç o hissəsi hazır deyil. Yəni elə bir komponent yoxdur, elə bir packaging yoxdur. Ya oturub bunu nə qədər vaxt sərf edib sıfırdan yazmalısan, ya da oturub gözləyəcəksən ki, orada nəsə oldu. Və yaxud da ola bilər ki, contribute çox az olub deyə heç kimin qarşılaşmadığı bir dənə problem tarab çıxdı sənin qabağına. Getdin GitHub-da bir dənə issue create elədin ki, ay cəmaət, belə bir şey var. Onu da nə vaxtsa keyfi oyananda orada issue'lar çoxdur axı. Sənin issue-ya gəlib çatana kimi sənin layihən qalıb. Sən gözləyirsən ki, orada issue həll eləyəcəklər. Amma contribute nə qədər çox olursa, tutaq ki, bu layihə, tutaq ki, Next.js, tutaq ki, ya Nest fərqi yoxdur. 200 min, 300 min layihədə istifadə olunur. Yəni o deməkdir ki, böyük ehtimalla hər halda, yəni velosiped təzə kəşf eləmirik də. Hər halda sənin qabağına çıxan issue böyük ehtimalla səndən qabaq o 300 minin içində kimsə qabağına çıxıb. Evet. Və necəsə fiks eləyiblər və necəsə bununla bağlı paylaşım eləyiblər. Ona görə yəni front-enddə mən də onun tərəfdarıyam. Mən adətən nəyə fikir verirəm? Bir contribute-dur əsas məsələ. Bir müəllifi kimdir? Yəni o ən ciddi səbəblərdən biridir, baxılmalı olan hissədən biridir. Bunu kim yazır? Mən açıq müəllifinə heç vaxt baxmıram. Hə, yox, mən baxıram. İndi bilmirəm, back-enddə bu çox əhəmilidir də. Tutaq ki, tez layihə çıxmışdı. Blazor bilmirəm eşitmişdin ya yox. Microsoftun layihəsi idi. O çıxanda mən dedim ki, bunu öyrənməyin. Niyə? Çünki yəni az çox indi Microsoft texnologiyalarını işləmişik. Mən bilirəm ki, Microsoftda belə bir şey var ki, bir şey çıxardır, populyardır, hər yerdə reklamı gedir və s. Gedir, taraf qoydu başın yeri. Support da qutarır, ümumiyyətlə deyir, dəstək də vermirik, yığışdırırıq, keçirik filan şeyə. Həm orada Silverlight var idi, sonra WCF var idi. WCF-də hələ bilmirəm bu dəqiqə layihə yazan var ya, yox. Yəni gəlir bir yerə kimi. Ondan sonra Blazor-da böyük ehtimalla elə olacaq. Yəni mən hələ də düzdür, bizdə Azərbaycanda layihə yazanlar var. Mən hələ də onun tərəfdarı deyiləm. Yenə də müəllifi Microsoft olduğuna görə deyəcəksiniz niyə C# kod yazırsan? Bəxtimiz elə gətirib C#-la başlamışıq. Amma C#-ın özünün yayılmağında da Microsoftun çox belə xüsusi, yəni belə siyasi manevrlərinin sayəsində yayılıb, yəni bu deyil, belə deyək. Düzdür, rahatdır, asandır və s. amma yenə də arxasında duran bir güc var və o gücün dəstəyi ilə gedir qabağa. Həmçində Angular deyəsən arxasında bir Google var idi və s. Yəni Angular-da Google. Angular-da hal-hazırda işləyirdi onlarda. Mən məsələn Angular-da kod yazmışam. Angular-da yəni sadəcə maraq üçün biraz baxmışam. Mən heç sevmirəm. Heç də sevməmişəm mən də. Şey deyim, sən necədir? Elə bir ki, belə bizim dövlət strukturlarına girmisən əvvəl. Hər şey strict yəni belə şey. Yəni falan kəs müəllim hardadır. Kopyadır. Yəni black box gedir də, konkret nəyin harda baş verdiyini tam tutmursan. Yəni implisit bir şeylər baş verir orada, altda bir şeylər baş verir. Mən adətən bunu harda yaşamışam? Angular-la işləyən proqramçının saqqızını oğurlayıb gətirib Next.js-ə salanda, o bir müddət Next.js-ilə məşğul olandan sonra o bir aydınlanma yaşayır ki, yəni həqiqətən də Angular-ın problemi nədir? Yəni Angular-ın problemi onun qoyduğu ideya deyil ha. Angular yaxşı bir şeydir. Yəni layihələrdə işləyir və s. sən layihə yazacaqsan. Yəni enterprise səviyyədə çox qəşəng layihələr işləyəcək ondan. Okay. Amma niyə də yəni bu əziyyəti niyə çəkək və sənin proqramçının struktur olaraq bir web kimi baxa bilmirəm ona, başa düşürsüz? Yəni o backend developerın məhsuludur. Angular sanki bir backend developer fikirləşib ki, nətər eləyim girim front-endə. Front-endə belə girib. Yəni elə o hiss olunur Angular-da. Və özü bir front-end developer kimi hiss eləyə bilmirsən orada. Yəni
CSS-i və s. Bu qəribədir, bu template və s. Mən məsələn Next.js-i çox bəyənirəm. Artıq neçə il, 3-4 ildir onunla işləyirəm və düzdür front-end developer kimi özümü yəni tanımıram, elə düşünmürəm. Amma işləmə mexanizmi və s. necə işləyir və s. görəndə mən başa düşürəm ki, yəni Next.js daha çox belə deyək JavaScript-dir. Amma Angular bir C# elə bil. Bir backend mühitidir, yəni o cəhətdən bəyənmirəm. Sənə bir sual verim. Sən öyrənən ərəfədə artıq TypeScript oradaydı. Öyrənmişdim. Hə, yəni elə həmin 2019-2020-lərə düşür də, yəni TypeScript 2020, həmin müddətdir. Yəni hətta ondan da əvvəl var idi da. Sən məsələn JavaScript öyrəndin yoxsa ancaq TypeScript-lə işlədin? Yox, əvvəlcə JavaScript öyrəndim. Yəni belə deyim də, öyrənməni mərhələ deyim. JavaScript öyrəndim. Sonrasında baxırdım ki, hal-hazırda bazarda populyar olan texnologiyalar nə idi və s. React-ı çox görürdüm. Bizdə Next.js-i çox görmürdüm. Amma mən daha çox belə xarici mənbələrdən baxdığım üçün, yəni gördüm ki, Next.js həmin müddətdə çox güclü gəlir. Yaxında da bizim də yerli bazarı tutacaq. Hə, tutdu da məncə. Tutdu da. Next.js də öyrəndim. Sonra baxdım ki, TypeScript öyrənmək lazımdır. TypeScript öyrəndim. Bir də belə bir şey deyim, yəni TypeScript-ə başlayanda əvvəlcə yəni belə əslində baxırsan ki, mən özünə bir sual versən ki, mən JavaScript bilirəm, görəsən. Amma müəyyən müddətdən sonra TypeScript yazandan sonra JavaScript daha yaxşı başa düşürsən. JavaScript-də öyrəşməyin daha asan formalaşır. Bir yerdən sonra ümumiyyətlə mən hal-hazırda yəni TypeScript-i qoyub heç vaxt JavaScript-lə layihə yazmaram. Yəni sırf plain vanilla JavaScript-ni heç vaxt yazmaram. JavaScript-in o verdiyi azadlıq, o dinamik tiplər, istədiyin yerə assign elə, onu mənimsət, bunu buna mənimsət, yəni. O əslində çox da yaxşıdır. Sonradan başın çox ağrıdır ona görə də. Bilirəm. Yəni bunu indi burada yaxşı kimi satmaq çox da uğurlu seçim deyil. Yaxşı bir şey kimi demirəm. Yəni yaxşı bir şey kimi demirəm. Bilirəm o. Yəni TypeScript-in əslində gəlmə səbəbi oldu. Yəni yaranma səbəbi oldu ki, əvvəllər front-enddə kod elə də dərin deyildi. Dərin nə mənada? Yəni bir back-end developer gəl front-end developer kimi orada nəsə işləyə bilirdi. Dizaynerdə çox önəm vermirdilər. 2 dənə inputu düzdün altına, bir dənə batın qoydun, bastın getdi. Amma bu axır 10 ildə, 15 ildə front-enddə quş uçurdular səhifələrdə. O hissələrə gəlib çatanda front-end developerın biliyi, məntiqi də yuxarı olmalıdır və başlayır çox kod yazmağa. Yəni front-enddə çox kod var. Back-enddən də çox kod var artıq. Yəni bütün framework tam oturub ora. Əvvəl hibrid idi, back-end full stack kimi işləyirdi. İndi front-end ayrılıb özünün bir dünyası var da. Və çox kod olduğuna görə bir müddətdən sonra sənin proqramçın yol keçəndə maşın vuracaq da axır əvvəl. Yəni nəsə olur da bu proqramçı çıxır gedir səndən. Ömrü boyu orada qalmayacaq. O proqramçı oradan çıxıb gedəndən sonra dinamik dildə yazılmış bir koda kimisə gətirib oturtdurub support verdirmək daha çətindir. Çünki o özü bilir orada nə yazıb. Başa düşürsüz? Yəni o assign eləyir məsələn 2 dənə tipi, bir-birinə aidiyyəti olmayan 2 dənə tipi. O necəsə obyektlərin arasında bir dənə orada assignment üçün əlavə bir dənə extend function yazıb, o assignment işləyir. Elə də. Amma gəlib məsələn təzə gəlib oturmusan, o qədər dinamikdir ki, sən nəyin nəyə assign olduğunu bilmirsən. Amma TypeScript-də yazılan bir dil necədir? Bir layihə necədir? Yəni back-enddə olduğu kimidir. Gəlir oturur, baxır ki, bu klasslarım var. Bunun type-ı budur. Bunun type-ı budur. Bunun işi budur. Bunun servisi budur. Bunun repositorisi budur. Hə, burada interceptor-mu yazmışam, burada request-imi atıram. Burada əlavə elədiyim extensionlarımı yazmışam. TypeScript-in konfigurasiyası burdadır və s. Yəni mən o cür yazmışam. TypeScript-də məsələn əslində JavaScript-i sevən bir adam kimi bəyənmirəm. Amma vacibliyini başa düşürəm. Yəni TypeScript layihə TypeScript-də yazılmalıdır. Yəni JavaScript-lə layihə yazılmamalıdır. Bir məsələdə toxunum, mən hər dəfə, yəni kim qonağımız olsa onunla bu haqqda danışıram. AI inteqrasiya. Front-end developeri hal-hazırda istifadə edirsənmi? Coding üçün. Yəni bilirəm, gündəlik istifadə edir adam. Gündəlik istifadə edirəm. Coding üçün istifadə edirsən də, yəni kod yazmaq üçün. Aha, belə kod yazmaq üçün də istifadə edirəm. Bir də nə bilim sırf şəxsi maraqla, nəsə şəxsi bir sual vermək üçün istifadə edirəm. Toollardan ən çox istifadə etdiyim Cursor'dır.
Mən də keçmişəm Cloud-ya, amma kursor istifadə edirdim. Kursor biraz xoşuma gəlmədi. Açığı. Son vaxtlar ən çox istifadə etdiyim kursordur. Bildiyim qədər sən bir ara bəyənmirdin onları. Ümumiyyətlə, yəni mənim AI toollara baxışım biraz fərqlidir. Yəni belə deyim də, belə məsələn son vaxtlar bilmirəm sənin də qarşına çox çıxır. Promptlar yazırlar, sonuna qoyurlar make no mistakes belə şeylər yazırlar. Yəni belə deyim də AI toollardan danışanda burada biraz baxış belə olmalıdır ki, ümumiyyətlə sualı bir də təkrarlayan zəhmət olmasa. Yəni mən demək istədiyim odur. Sən məsələn gündəlik həyatda məsələn AI istifadə edirsən də. Əvvəllər məsələn o dediyin kimi sən mən bilirəm ki, sən ona neqativ yanaşırdın. Dedin ki, AI olmasa da olar. Amma indi məsələn istifadə edirsən gündəlik. Sən nə dərəcədə düşünürsən, yəni işini nə qədər rahatlaşdırır və yaxud da gələcəkdə səni əvəz eləyə bilərmi bizi? Yəni front-end developer AI. Çünki hal-hazırda elə toollar var ki, məsələn, sadəcə ona Figma page verirsən, biznes məntiqi verirsən, gedir Supabase-ə qoşulur. Bütün hər şey yazır. Düzdür, orada ciddi problemləri var. Mən bir Vibe Coder tanıdığım var, belə bir layihə işləyiblər və problemlərini görmüşəm də. Ciddi təhlükəsizlik problemləri olur. Amma ümumi götürəndə layihəni yazır verir də o formada. Mən də belə deyim də, hər hansısa bir layihədə full hər hansısa bir AI tool'un istifadəsi mən istifadə eləmirəm. Yəni sadəcə hərdən olur ki, məsələn birdən elə bir problem çıxır ki, qarşıma. Yəni istəmirəm ki, oturum buna yarım saat, 1 saat vaxt sərf edeyim ki, görsəm buradakı problem nədir. Sadəcə problemin nə olduğunu bilirəm. Bilirəm ki, həlli tutaq ki, mənə yarım saat vaxt lazımdır. Amma mən hər hansısa bir AI tool'a prompt yazsam, yəni bunu yarım saata yox, 5 dəqiqə həll edə bilərəm. Onda bunu seçirəm. Amma sırf bir layihənin yazılmasını bütövlükdə AI tool'un üstünə yıxmaq məncə hal-hazırda çox da yaxşı seçim deyil, real da deyil. Sonrakı növbəti sualdakı AI tool'lar, AI front-end developerlər əvəz eləyə biləcək ya yox. Burada belə bir şey deyim ki, məsələn, söhbət bura gələndə çox adamın verdiyi nümunə bir şeydir bu. Kalkulyator nümunəsidir ki, məsələn, kalkulyator gələndə riyaziyyatçılar deyirlər ki, hamısı sıradan çıxacaq, amma çıxmadı əslində. Amma kalkulyatorun riyaziyyatla heç bir əlaqəsi olmadığı kimi, yəni riyaziyyatçı anlayışına əlaqəsi yoxdur da, hesablamadır. Əlaqədən əlavə, məsələn də orada kalkulyator sıradan çıxartmaqdan başqa insanlara çox köməkli edən bir tool halına gəldi də. Burada da AI tam olaraq bunu kalkulyator nümunəsi ilə birləşdirmək olmaz ki, məsələn, sadəcə gəldi AI tool köməkçi vasitə kimidir. Belə yanaşmaq da düzgün deyil. Amma ümumiyyətlə sıradan çıxartması açığı buna tam səmimi formada hə ya da yox cavabı vermək mümkün deyil. Məsələn, belə deyim də 5 il əvvəl mən başlayanda həmin vaxt məsələn qarşıma çox məlumatlar çıxırdı ki, hazırda dünyada filan qədər proqramçı çatışmazlığı var. Proqnozlar göstərir ki, 5-10 ildən sonra, 20 ildən sonra bu proqramçı çatışmazlığı bu rəqəmdə olacaq və s. Daha çox olacaq. Amma sonrasında gördük ki, məsələn, koronavirus gəldi, sonra bir neçə şirkətlər batdı, çox böyük şirkətlərdə layofflar oldu, bazar pis günə düşdü. Yuxarıdan aşağıya doğru bu pis təsirlərin hamısını gördük. Hal-hazırda məsələn proqramçı çatışmazlığından söhbət gedə bilməz də. Hətta çoxluğu da var bəlkə. AI yəni razı deyiləm, hə. Yəni bazarda özünə proqramçı deyən çoxdur, amma proqramçı çox azdır. Ola bilər. Yəni xüsusən də təzə gələn, yəni yeni nəsildə çox ciddi problemləri var. Yəni o proqramçı kimi götürüb onu layihəni vermək çox çətindir yəni. AI tool'lar front-end development əvəz eləyəcək ya yox? Mən məsələn necə yanaşıram öz şəxsi düşüncəmə görə. Mən demək olar hər gün yəni istifadə edirəm, Cloud-dan daha çox istifadə edirəm. Və gördüyüm nədir? Biz təzə başlayanda, biz təzə sahəyə atılanda, iş axtaranda və s.
belə bir şey var idi. Bir proqramçının keyfiyyətini həmçinin də onun Google-da nə qədər yaxşı axtarış edə bildiyi müəyyənləşdirir. Əslində mənim də ağlımdaydı. Hə. Həmin vaxtlarda məsələn çox vakansiyalarda qeyd olunur ki, search etmə bacarığı, Ya bax, axtarış etmə bacarığı və s. bir növbəti bir neçə ilmi deyək, aymi deyək, orada indi proqramçı üçün həmin o bölmə əvəz olunacaq ki, AI toollardan istifadə etmə bacarığı. Çünki Onsuz mən da var, yəni nəyə mən görürəm fikir hazırda. verirəm, mən nəyə fikir verirəm? Məsələn, mən deyəndə falan kəsə mən cloud-dan istifadə edirəm, AI tool-dan istifadə edirəm. Mən üçün bunu deyir. Yox, mən eləmir deyir, məndə 2 günə qoyurdu yəni. Deyirəm ki, məndə 2 günə qoyurdu. Sadəcə prompt yazmağı öyrəndikcə, yəni mən artıq onunla işləyə başa düşürəm ki, mən buna əslində nəyi necə deməliyəm? Yəni, nəyi necə deyək? Task'ın description-ını götürüb ora atıb enter basanda o onu eləməyəcək. Amma sən ona oturub həqiqətən də prompt olaraq izah eləsən ki, sən nə istəyirsən, o səndən daha yaxşı görəcək bu 100%. Mən elə düşünürəm. Əgər düzgün izah eləmisənsə, sənin ağlına gəlməyəcək şeylər də eləyəcək. Sənə qalan sadəcə nə olacaq? Review eləmək, baxmaq, təcrübən olmalı. Məsələn, əksikliklərini görmək ki, ciddi səhvlərə yol verir. Ciddi səhvləri mən juniorlarda da görürəm, seniorda da görmüşəm ciddi səhvi. Yəni ciddi səhvlərə yol verir. Onu da review eləməlisən sadəcə. Sənin elə bir biliyin olmalıdır ki, sən onu review eləyə biləsən. Bir də mən növbəti, yəni illərdə nə düşünürəm, nələr olacaq. Hal-hazırda layihələr, məsələn, mən xaricdə də layihələr görürəm. Layihənin yaşı 10 ildir. 15 ildir. Və 10 ildə, 15 ildə işləyən knowledge base-i bir dənə developerdir. 18 ildir proyektin içindədir. Allah eləməsin, o developer nəsə olsa uçdu getdi də. Yəni biliklər uçdu getdi. Və düşünürəm ki, gələcəkdə AI based knowledge base olacaq. Düzdür, Stack Overflow-u nisbətən eləyir. Sadəcə bunlar on-premise deyillər, Stack Overflow-un özündədir. Sənin bir layihə knowledge base yaradır, amma o səviyyədə yox. Sırf coding səviyyəsində, sırf sənin yazdığın koda bir 10 ildə işləyən proyekti analiz eləyib, sənin necə davranmalı olduğunu, proqramçının necə davranmalı olduğunu, nə etməli olduğunu müəyyənləşdirən bir belə deyək də proqramlaşdırmaq üçün ümumi süni intellekt layihənin üzərində mütləqdir, yəni gəlir o. Bəlkə də gəlir, bizim xəbərimiz yoxdur, oralarda var. Əslində elədir, mən də bayaq çalışırdım ki, əslində mövzunu gətirim ora bağlayım. Belə deyim də, indi məsələn sən danışdın ki, yaxşı prompt yazmaqdan və s. danışdın. Yəni bizim gördüyümüz iş son nəticədə hansısa problemi həll etməkdir də. Ortaya çıxan problemləri həll etmək və s. Biznesin onun heç bir əhəmiyyəti yoxdur necə həll olunur. Yəni sən biznesi öyrəndikdə, biznes məntiqini bildikdə, ümumiyyətlə biznesi tam qavradıqda, layihəni tam qavradıqda, nəyə yazmaq lazımdır, necə yazmaq lazımdır və s. bunları bildikdən sonra hər hansısa bir AI tool yazdırmaqda bunda heç bir nəsə bir problem görmürəm. AI development ona görə də front-end tam sıradan çıxartmaz, amma komandaların say tərkibində məncə çox ciddi rol oynaya bilər. Məsələn, tutaq ki, hər hansısa bir şirkətdə bir məhsul üzrə 20 nəfərlik komanda varsa, bunu yarıya, hətta yarıdan da aşağı endirmə şansı çoxdur. Amma bilikli, təcrübəli, domen biliklərinə malik olan, biznesi yaxşı qavrayan, biznesi bilən, problemləri həll edən adamlara məncə həmişə ehtiyac olacaq. O 100%-dür. Mən razıyam yəni. Tam sıradan çıxartmaz ona görə məncə. Amma çox ciddi dəyişikliklər olacaq. Ciddi dəyişikliklər mən əvvəl danışmışam burada qonaqlarımızla. Mənə elə gəlir ki, junior level proqramçı anlayışı ümumiyyətlə olmayacaq. Çünki junior level artıq elə AI-ın özüdür. Yəni cloud mənim üçün juniordan da yaxşıdır. Yəni mən bir junior işə götürüb onu nəsə izah eləməkdənsə cloud agentə nəsə izah eləyirəm. Məntiqlə. Yəni mən niyə juniora nəsə izah eləyim? Hələ bilmirsən o səni başa düşəcək ya yox. Amma cloud-u böyük ehtimalla məntiqli bir şey izah eləsən, cloud onu başa düşəcək. Belə Nazım, çox sağ ol gəldiyin üçün. Xoş oldu səninlə söhbət etmək. Ən azından biraz dərdlərimizi də bölüşdük ölkə sektorunda. IT sektorda bilirik ki, vəziyyət. Sən də biraz da bölüşərik. Hə, burada deyə bilmədiklərimizi də orada bir-birimizə deyərik. Burada desək problem. Onları deməyək. Əvvəldə razılaşdığımız kimi. Çox sağ ol gəldiyin üçün təşəkkür edirəm. Xoşdur, çox sağ ol. Sənin dəvətin üçün.